Hədəfləri oyandırır uykudan bir ateşdir. Alovu var, külü yox. Hainlərin ödü kopar korkudan, kurtulunca yayından bu ateş, ox. Məfkürə bu, yoxmu ey Türk xəbərin? Bu müqəddəs şeylə yanar içərin. Aç gözünü artıq oyan həmgərin, buraq çıxsın qəlbindən bu ateş, ox. Yəni bu parçalar onu deməyə əsas verir ki, Ömər Seyfəddin xalq ruhu, xalq milli şeir ölçüləri də öz yerini almışdır. Bu baxımdan məncə Ömər Seyfəddinin Almancaya tərcümə üçün seçilməsi təsadüfi deyil və şu həqiqətən də Alman oxucusunda, Almaniyada yaşayan türklərin də Ömər Seyfəddini tanıması, bilməsi, oxuması vacibdir. Bizim ikinci kitabımız Aşıq Veysəl barədədir. Bizim Türk Mədəniyyəti və İrsi Fondun əsas məqsədlərindən biri zəngin türk irsini, xalq yaradıcılığını, mədəniyyətini, o cümlədən musiqi mədəniyyətini təbliğ etmək, qorumaq və inkişaf etdirməkdən ibarətdir. Şifahi ənənəli musiqi mədəniyyəti, şifahi xalq yaradıcılığının da ən qədim və ən geniş yaranış sahələrindən biri ozan aşıq sənətidir. Və 20-ci əsrdə Anadoluda bu sənətin zirvəsində Aşıq Veysəl dayanırdı. Bizim çox ünlü, görkəmli şairimiz Bəxtiyar Vahabzadə Aşıq Veysəl haqqında yazırdı ki, 700 ildən sonra Yunus Əmrədən sonra Türk xalqının bağrından Aşıq Veysəl fəryadı fışqırdı. Bu 20-ci yüzildə Aşıq Veysəlin dili ilə Yunusun konuşmasıydı və bu yeni dünyamızın Yunusuydu. Ya o Yunus Emre ilə müqayisə edir Aşıq Veysəli. Mən Aşıq Veysəl barədə bizim görkəmli alimlərimiz yəqin ki, geniş danışacaq. Mən sadəcə bir-iki kəlmə ozan aşıq sənəti və onun önəmi barədə sizin vaxtınızı almaq istəyirəm.